Heç Kəbənin əvvəllər iki qapısı olduğunu bilirdiniz? Bu gün gördüyümüz Kəbə ilə onun keçmişi arasında maraqlı fərqlər var. Rəvayətlərə görə Həzrət İbrahim əleyhissalamın dövründə Kəbənin iki qapısı olub. Biri giriş, digəri isə çıxış üçün istifadə edilirdi. Üstəlik, Kəbənin həmin dövrdə damı da yox idi və qapılar yer səviyyəsində yerləşirdi. Lakin illər sonra Qureyş Kəbəni yenidən inşa edərkən tikinti üçün kifayət qədər vəsait olmadı. Buna görə də Kəbənin əvvəlki ölçülərini tam bərpa edə bilmədilər. Beləliklə, Kəbənin bir hissəsi tikilidən kənarda qaldı. İki qapıdan biri ləğv edildi və yalnız bir qapı saxlanıldı. Bəs qapını niyə yuxarıda saxladılar? Çünki Məkkədə baş verən güclü yağışlar və sel sularının Kəbənin içinə dolmasının qarşısını almaq istəyirdilər. Bu gün Kəbənin qapısının yerdən xeyli hündürdə olması da məhz həmin tarixi dəyişikliklərdən birinin nəticəsidir. Deməli, bu gün gördüyümüz Kəbənin hər bir detalının arxasında əsrlərlə yaşı olan bir tarix gizlənir.